YouTube, Instagram və TikTok hesablarımı takip edin, videoları bəyənməyi unutmayın. Noyabrın 16-sı OTK sınaq imtahanına salınmış sualların izahına baxıram. Sualda deyilir ki, bizə bir nöqtədən 2 toxunan çəkilib çevrəyə və daxili çəkilmiş bucaq 75 dərəcədir. O zaman bizdə toxunanlar arasındakı bucağı tapmağımızı istəyirlər. Daxili çəkilmiş bucaq 75 dərəcədirsə, o zaman qarşısındakı qövsün dərəcə ölçüsü 150 dərəcə olacaq. Yəni söhbət bu qövsdən gedir. Bu qövs oldu 150 dərəcə. Sonra yerdə qalan qövs olacaq 210 dərəcə. 360 daxı toplam. 360-dan 150-ni çıxarıq 210 dərəcə. Və biz bilirik ki, toxunanlar arasında qalan bucaq necə tapılar? Deməli, böyük qövsdən kiçik qövsü çıxıb 2-yə bölürük. Yazaq alfa bərabər 210 dərəcə çıx 150 dərəcə bölünsün 2. Bu da eləyər 30 dərəcə. Düzgün cavab C variantı.